Abituriyentlər, mən Günel müəllimə. Bugün yenə də sizlərlə belə bir blok sualının izahını bölüşəcəm. Hansı ki, trigonometrik tənliklər bölməsinə aiddir. Amma suala keçid eləməzdən deyim ki, artıq növbəti tədris ili üçün 9, 10, 11-ci siniflər üçün həm əyani, həm də onlayn şəkildə qruplarımıza qeydiyyat davam edir. Qruplarımızda dərslərə qoşulmaq üçün, sınaq dərsinə qoşulmaq üçün sınaq dərsi hansı ki ödənişsizdir. Ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz və həmçinin blok imtahanına qədər də qruplarımızda, bütün qruplarda demək olar ki, həm əyani, həm onlayn sınaqlar işlənir. Deməli, ötən illərin sınaqlarının hamısını bir-bir suallara baxış keçiririk. Həmçinin özüm tərəfindən yazılan sınaqlar ki var, dimin çərçivəsinə uyğun bu sınaqlardan istifadə edir. Qoşulmaq istəyənlər yenə də ekranda görülən nömrə ilə əlaqə saxlasın. Gəldik sualımıza. Sualımız trigonometrik tənliyidir. Uşaqlar, yəqin ki, buradan görürsünüz, kosinus kvadratı 4x-i siz yaza bilərsiniz. Bax, kosinus kvadratı 4x çıx 1-dir. Siz onun yerinə yaza bilərsiniz, mənfi sinus kvadratı 4x və üstəgəl sinus 4x. Bu nəyə bərabərdir? 0-a. Hər tərəfə mənfiyə vurdun. Sinus kvadratı 4x çıx sinus 4x və bu bərabərdir 0. Sinus 4x-i mötərizə xaricinə atsan, qalacaq sinus 4x çıx 1. Deməli, tənliyin bir kökü olacaq sinus 4x bərabər 0 tənliyinin həlli. Bir kökü də olacaq sinus 4x minus 1 bərabər 0 tənliyinin həlli. Sinus 4x 0 tənliyinin həlli nədir? 4x bərabərdir. Sinus 0-a harada alır? Deməli, pk-da. X də bərabərdir, pk bölünsün 4-dür. Digər kökü isə 4x bərabərdir, pi bölü 2 plus 2 pk-da alır. Və buradan da alacaq x bərabərdir, pi bölü 2 plus 4-də də böləndə olacaq pi bölü 8 plus pk bölü 2. İndi bu kökü əslində araşdırma ilə də tapa bilərsiniz. Və ya uşaqlar belə də yanaşa bilərsiniz. Sinus 4x bərabərdir 0, 0 pi parçasında, sinus 0 pi parçasında 0-ı neçə dəfə alır? Onu elə bil 4 dəfə qrafik ordinat oxuna yaxınlaşmasına görə də tapmaq olar. Amma yaxşı, araşdırıb tapsınız. K-ya 0 verəndə düşür. K-ya 1 verəndə pi bölü 4 eləyir, o da düşür. K-ya 2 versəniz, pi bölü 2 eləyir, qəbul olur. K-ya 3 verəndə 3 pi bölü 4 eləyir və K-ya nəhayət 4 verəndə pi eləyir, o da düşür. Deməli, buradan düşəcək 4 kök var. O 4 kökü yenə də deyirəm, qrafik üsulla da həll eləmək olardı. Amma bəzi uşaqlar belə deyir, qrafikdə çətinlik çəkdiyi üçün bu yolla yazdım. Digər tərəfdən K-ya 0 verəndə pi bölü 8 eləyir, düşür. K-ya 1 verəndə deməli eləyəcək 8-də 5 pi, o da düşür. Hansı ki, K-ya 2 verəndə pi plus 8-də 5 bu düşmür. Deməli, buradan sadəcə düşəcək neçə kökümüz var? 2 kökümüz. Burada 4 kök, burada 2 kök. Ümumilikdə neçə kökü var tənliyin? 6 kökü. İzlədiyiniz üçün sağ olun. Əgər videolarımız həqiqətən sizə faydası olursa, uşaqlar